Quyruğu elə yemək olar, nasıldan başa hörür. Ətirli, doyumlu və dadından doyulmayan klassik yemək özbək plovunu birlikdə hazırlayaq. Soğanları soyub yarımay formasında doğrayıram. Düyünü suyu təmiz oluncaya qədər yuyub duzlu suya qoyuram. Yerköklərini videoda gördüyünüz formada doğrayıram. Qızmar tavaya bitki yağı və kərə yağı əlavə edirəm. Daha sonra bir parça quyruq əlavə edib bu yağda qızardır. Quyruq yağını buraxdıqdan sonra onu tavadan götürüb ətə əlavə edirəm. Ətləri yaxşıca qızardıb möhürləyirəm. Sonra quyruğu və soğanı yenidən tavaya əlavə edirəm və soğanları qızılı rəng alana qədər bişirirəm. Ardınca yerkökünün yarısını əlavə edirəm. Arasına duz və cirə və noxud səpirəm. Qalan yerkökünü də üstünə töküb biraz su əlavə edib vamxodda bişirirəm. Zövqə görə zirinc əlavə edirəm. İstəsəniz etməyə bilərsiniz. Bişdikdən sonra üzərinə düyü əlavə edirəm və arasına yenə cirə səpirəm. Sarımsaqları da düyünün içinə bastırıb qapağını örtürəm. Servis edərkən düyünü altdakı qarışımla qarışdırıb boşqaba yığıram. Üzərinə isə quyruq və ətləri əlavə edirəm. Nəticədə dadına doya bilməyəcəyiniz möhtəşəm özbək plovu alınır. Mütləq hazırlayıb nuş edin.